Salam əziz müəllimlər və olimpiyadaya hazırlaşan şagirdlər. Belə bir məsələ ilə tanış olaq. Ən kəsik sahələri 2S və S olan birləşmiş qablar nazik boru ilə birləşdirilmişdir. Başlanğıc anda sol tərəfdə 30 sm hündürlükdə su vardır. Kranı açdıqda birləşmiş qablarda su sütununun hündürlüyü neçə santimetr olar? Biz birinci istifadə edəcəyimiz odur ki, həcm saxlanır. Yəni ilkin halda bizdə nə qədər su varsa, son halda da kranı açdıqdan sonra da o həcm qorunub saxlanmalıdır. Yəni ilk həcm bərabər olmalıdır son həcmə. Bu bizim istifadə edəcəyimiz birinci qanuna uyğunluqdur. İlk həcmi biz necə taparıq? Silindrik formada olduğu üçün bu, deməli birləşmiş qablar, biz ilk həcmi tapdıqda, ən kəsik sahəsini hündürlüyə vuraraq tapa bilərik. Yəni, V ilk bərabər olacaq 2S vur H0 yazıram, bərabərdir. Son həcm olaraq mən nə yazacağam? Əlbəttə ki, bu kran burada açıldıqdan sonra su digər tərəfə də axmağa başlayacaq, deyilmi? Və artıq, bir müddətdən sonra hər iki qabda tutaq ki, burdan eyni hündürlükdə, demək, su olacaqdır. Çünki birləşmiş qablarda eyni mayedir və eyni hündürlükdə olacaqdır. Və həmin hündürlüyü biz sadəcə, H işarə edə bilərik. Onda son həcm olaraq mən nə yaza bilərəm? 2S-dəki H hündürlüyündə olan su və S, deməli, sahəsində H hündürlüyündə olan suyun ümumi həcmi V son, o da yenə bərabər olacaq əlbəttə ki, ilk həcmə. Deməli, V son yerinə biz nə yaza bilərik? 2S vur H üstəgəlsin S vur H. Yəni mən bunu 3SH yaza bilərəm. Daha sonra bu bərabərliyi bir daha belə yazmaq istəyirəm. Mən burada S-ləri atsam, H bərabərdir 2H0/3 alaram. 2 vurulsun, H0 30 bölünsün 3. Buradan da qalacaq, demək, 20 santimetr. Vəssalam. Deməli, kranı açdıqdan sonra suyun hündürlüyü olacaq 20 santimetr. Hər iki boru da eyni qədərdir və cavab olacaq, demək, 20 santimetr. Belə. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Ümidvaram sizə faydalı olacaq.